Dövmüş bir atomlu spirt X-dır. Oksigenin kütlə payı 8, hidrogen atomlarının sayı Y-i tapdır. Deməli biz bilirik ki, dövmüş bir atomlu spirtlər CnH2 üstəgəl 2O formasındadır formulu, bir atomlu. Burada bir dənə oksigen var. Deməli burada Mr14 üstəgəl 18, ümumi kütlə 100%'dir. 8% də avtomatik buradan içəyə düşəcək. 16. Çünkü bir tane oksigen var. Buradan 14'ün üstəgəl 18 bərabərdir 200'e, 14'ün bərabərdir 182 eləyəcək. 182'ni də 14'e böləndə n də bərabərdir neçə olacaq? 10 13. Bir dəfə olacaq orada. Oradan qaldı 42'də 3 dəfə. Deməli söhbət gedir. N13'də hidrogen atomunun sayı 2n üstəgəl 2'dir. Oradan da 26 üstəgəl 2 cavab 28.